Bugün aparılan nevroloji araştırmalara göre dəhşətli faktlar ortaya koyulub. Hər 10 insandan 8'i ömrünün sonuna kadar öz real potensialının 5%'ni istifadə edir. Yerdə qalan 95% daxili gücü, enerjisi və zehni resursları qorxu, stres, şuuraltı bloklar tərəfindən məhv edilir. Yəni, məni izləyən insanların %95'i bəyənmir. Kimləri bəyənir? Üzdən iraqları, uşaq bulu davası eləyərək çıxıb, boş-boşuna durduq yerdə qanamayan yaranı millət anlatırlar. Sakitləşmişkən bu uşaq bulu məsələsini çıxıb nə üçün işıqlandırırlar? Kim nəyə qadirdir, kim nə istəyir, onu bilsinlər deyə. Siz də yemə gedənsiniz. Yəni artıq insanlar zehni, enerji, potensialını 5%'ni istifadə edərək heyvan kimi yaşayır. Namazı yox, şükürü yox, ibadəti yox, yaxşılığı yox. Yeyir, içir, sıçır, üzr istəyirəm ifadəmə görə. Heyvan kimi həyat sürür. Və ona görə də artıq taksilər özü sürür. Meta proqramları vasitəsilə, süni intellekt vasitəsilə sizin zehninizi oxuyur. Ona görə də TikTok, Meta ilə çalışan bütün platformalar sizin ağzınızdan keçirdiyi, yuxunuzdan gördüyü şeyləri əvvəlcədən qarşınıza çıxardır. Demək ki, insanlar nə qədər ki heyvan kimi yaşayacaq, ona görə onları ciddiyə almayaraq süni düzəldilmiş infeksiyalar, mikroblar, müharibələr və bir çox şeylər 5% çalışan insanları aradan qaldıracaq. Çünki dünyanın resursları, təbii sərvətləri bitir. Kimi velizarı, üzdən iraqları heç bir cəmiyyətə, insanlığa, hətta heyvanlara yararsız insanları aradan qaldıracaqlar. Velizanın fanatı 3 oğul anası və uşaqların balaca oturub velizarı izləyir. Uşaq baxır ki, anasının kimə marağı var, kimi sevir. Artıq uşaq da o cür olmağa çalışacaq. Çünki ananın məhəbbətini qazanmaq cəhd eləyən övlad özünü velizara oxşadacaq ki, anam məni də sevsin. Ona görə çalışmaq lazımdır ki, insanlara faydalı, cəmiyyətə faydalı, dünyanın resurslarından az istifadə eləyib və insanlara faydalı bir cəmiyyət qurmalıyıq. Allahın salamı, xeyir, bərəkəti olsun hər birinizə. Bizler alemi İslam'ın hamisi, mazlumların umudu, zalimlerin korkusu. Bizler kelime-i tevhidin sancaktarı ve Allah'ın davasının yılmaz neferleri, İslam'ın izzetini ve Türk'ün töresini bütün cihana yayıncaya dek zalimler ile, küffar ile cenk etmeye devam edeceğiz. Sefer bizim!